Bağışlayan və mehriban Allahın adı ilə. Bir daha hər birinizi xoş gördük, əziz müsəlman, bacı və qardaşlar. Ramazan ayının son günlərində bir neçə əməllər var ki, gərəkdir ki, ümumiyyətlə həyatımızın hər anında onlara əməl eləyək, məxsus da Ramazan ayında. Baxın, insan hər hansı yaşda olur olsun dəyişkən bir varlıqdır. Ümumiyyətlə insan elə bir varlıqdır ki, Allah öz ümumi hidayəti ilə hər kəsi ümumi şəkildə hidayət etmişdir və hər kəsi öz dinində sabit qədəm qərar vermişdir. Amma insanın etdiyi əməllər, insanın yaşadığı mühit, yaşadığı ailəsi, cəmiyyət sonradan insanın formalaşmasına, əqidəsinin dəyişməsinə səbəb olan amillərdən biridir. Amma insan ki, muxtar varlıqdır, insan dəyişkəndir, iradə sahibidir, ixtiyar sahibidir. İxtiyar sahibi olmasına baxmayaraq, insan vəzifələri qarşısında ki, cavabdehlik daşıyan bir varlıqdır. Bu səbəbdən insan edə bilər ki, həqiqətən yaradanına qarşı diqqətli olsun, yaradanın bizi görmək istədiyi kimi həqiqi bəndələrdən olsun. Və Ramazan ayının da 30 gününün 30'unda hər bir anı, hər bir saatı bizlər üçün çox böyük bir fürsətdir ki, çalışaq həqiqi mənada ömrümüzün hər anını Allah yolunda qərar verək.